Rayon Rəstəcə kənd sakini 64 yaşlı Ələsgər Salihoğlu Əliyevin meyiti kanaldan tapılıb. Müvafiq qurumlar tərəfindən meyit sudan çıxarılaraq aidiyyat üzrə təhvil verilib. Mərhumun oğlunun dediyinə görə atası ruhi xəstə olub və ötən gün axşamdan yoxa çıxıb. Dünənlərim saat 4-5 saatlarında atam evdən çıxıb, evə qayıtmayıb. Mən də axtardım hər tərəfi, bütün qovma və kənd hissə hamımız xəbərdar elədim. Yəni, tapılması mümkün olmadı. 2 saat 2 kimi axtarmışam. Gəldim saat 8-in yarısında getdim yenə axtarmağa. Mən Ucar rayon ərazisində axtaranda zəng gəldi ki, bəs çoban zəng gəldi ki, bəs atan düşüb xəndəyə kanla. Çıxa bilməyib, ölüb, rəhmətə gedib. Gəldim, görüm ki, yəni həqiqətən də yəni, oradan çıxa bilməzdi o. Kanal çox dərindir. Su azdı, amma çox dərindir kanal. Ora Ucar rayon Rəstə kəndi ilə Ucar rayon Qərəbə kəndi ilə ortasıdır. Yəni oranın ikisinin ortasıdır. Yəni bizim yəni deyirəm, 5 min düşmançımız yoxdur. Sadəcə atamın biraz yəni başında problem vardı. Ərgicədən problem vardı. Yəni yaddaşı yəni gedib gəlirdi. Yəni çoxdan bu xəstəlikdən əziyyət çəkir. Atam 10 il infarkt vurub. 2 dəfə infarkt vurub atama, 10 il bundan qabaq. 10 il var təxminən. Bir 5 ildir ki, ya o beyində qan gedən qan, damara gedən qan yəni işləmirdi. Yəni, bu dəfələrlə olub, gedib gəlib belə? Bəli, harca ayda bir 4 dəfə, 5 dəfə, yəni gedmişəm, gətirmişəm. Yəni el olub qayıdamayıb, gedib tap getmişəm. Amma axırıncı dəfə getdik, qayıda bilmədi, gəlmədi. Ələkbər Əliyevin hansı səbəbdən öldüyü hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.